Amerika, Kətayib Hizbullahın rəhbərliyinə qarşı mükafat elan edib. Bu barədə Amerika Dövlət Departamenti açıqlama yayıb. Qeyd olunub ki, Kətayib Hizbullahın baş katibi Əbu Hüseyn Əl-Həmidavi haqqında məlumat verənlərə 10 milyon dollara qədər mükafat təklif edilir. Rəsmi bəyanatda qeyd olunub ki, təşkilatın fəaliyyəti nəticəsində mülki şəxslər həlak olub, Amerika vətəndaşları qaçırılıb və müxtəlif obyektlərə hücumlar həyata keçirilib. Bu səbəbdən Vaşinqton sözgedən şəxsin yerinin müəyyən edilməsi üçün yüksək məbləğdə mükafat ayırıb. Qeyd edək ki, Kətayib Hizbullah 2003-cü ildə Amerikanın İraqa müdaxiləsindən sonra yaradılmış şiə silahlı qruplaşmasıdır. Təşkilat fəaliyyətində Hizbullah modelindən istifadə edir və İslam İnqilabı Keşişçiləri Korpusunun xüsusi təyinatlı Qüds qüvvələri ilə əlaqəli olduğu deyilir.